Salam hörmətli tələbələr və rədə təvəssükarları. Mən Rəfət müəllim Şıxəliyev. Bu günlərdə maraqlı bir sorunla qarşınızdayım. Bizə bildirir ki, ABC bucağında A bucağı 60 dərəcədir və AB tərəfi 2 cm-dir. AC tərəfi isə 3 cm olarsa, BC tərəfinin uzunluğunu tapın. Uşaqlar, bunu tapmaq əsaslanır kosinuslar teoreminə. Kosinuslar teoremi belədir ki, A kvadrat bərabərdir B kvadrat plus C kvadrat çıx 2BC kosinus alfa. Biz bunu indi səliqə ilə yazsaq, bu formada yazırıq ki, BC-ni axtarırıq deyə BC kvadrat bərabərdir AB kvadrat üstə AC kvadrat çıx 2 AB AC və bunlar arasında qalan bucağın kosinusu. Onda yazıram nə? Yazıram ki, BC-nin kvadratı bərabərdir. AB məndə 2-dir. 2-nin kvadratı üstə gəl. Bura 3 idi. 3-ün kvadratı çıx 2, bu 2-dir. AB nə idi? 2, AC nə idi? 3. Vur kosinus 60 da mənə verir nə? Sinüs 30, yəni 2-də 1-i. Onda nə alırıq burada? Burada 2-lər ixtisar gedir. Yerdə qalır nə? 4 üstə gəl 9 çıx, 2-dən 3-ün 6. Bax uşaqlar. Bu 2 ilə bu tutaq ki, ixtisar getdi. 2 dəfə 3-ün 6 edirək. Ona görə çıx 6 qalır burada. Buradan alırıq BC kvadrat bərabərdir 7-yə. Onda BC-nin özü nəyə bərabərdir? Kökdə 7-dir. Deməli, BC tərəfinin uzunluğu nədir? Kökdə 7-yə bərabərmiş. Video xoşunuza gəldisə bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.